Bu videoda sizə Temudan sifariş etdiyiniz məhsul qırıq gələrsə, həmin pulu necə geri qaytara bilərsiniz onu göstərəcəm. İlk növbədə Temuya daxil olub aşağı hissədə olan Account bölməsinə keçid edirsiniz. Daha sonra buradan öz sifariş etdiyiniz məhsullar bölməsinə keçid edib, açılan bu səhifədə geri qaytarmaq istədiyiniz səbətin üzərində olan həmin bu bölməni seçirsiniz, buradan təsdiq edirsiniz və geriyə qaytarmaq istədiyiniz məhsulu buradan işarələyirsiniz və geriyə qaytarma səbəbini buradan qeyd edirsiniz. Təsdiq edirsiniz. Açılan bu səhifədən mən hələ də geri qaytarmaq istəyirəm butonunu klik edirsiniz. Şəkil əlavə etmək üçün burada şəkili əlavə et butonuna klik edirsiniz. Daha sonra albomlar bölməsinə keçid edib, əlavə etmək istədiyiniz məhsulun şəkillərini seçib təsdiq edirsiniz. Daha sonra açıqlama hissəsinə həmin məhsulda olan problemi ətraflı şəkildə ingilis dilində yazırsınız. Bütün bu mərhələləri keçdikdən sonra sonrakı səhifəyə keçid edirsiniz. Açılan bu səhifədən də təsdiq edirsiniz. Açılan bu səhifədə sifariş etdiyiniz kargo şirkətini seçirsiniz. Daha sonra həmin kargo şirkətinin evinizə ən yaxın ofisin xəritədə qeyd edirsiniz. Aşağı hissədə isə ödənişi necə əldə etmək istəyirsiniz onu göstərir. Birinci seçim Temunun öz balansıdır. Siz məhsulu kargo şirkətinə təhvil verən kimi dərhal sizə həmin balans geri göndərilir. İkinci seçim isə ödəniş etdiyiniz bank kartına qaytarılmadır. Bu isə 5 iş günü ərzində həyata keçirilir. Bütün bunları seçəndən sonra geri qaytarmanı təsdiqləyirsiniz. Həmin bu məhsulu aparıb kargo şirkətinə təhvil verəndən 5 gün sonra sizin ödənişiniz karta geri qaytarılacaq. Bütün bu mərhələləri keçəndən bir neçə dəqiqə sonra sizə belə bir e-mail göndərilir. Həmin bu e-maildə göstərilən ştrik kodu kargo şirkətinə məhsulunuzu təhvil verərkən təqdim edirsiniz.